Xoş gördük əziz dinləyicilər. Bilirsiniz, cəmiyyətimizdə İsrailin erməni soyqırımını qəbul etməsinə qarşı fikirlər səslənir. Mən də istəyirəm ki, bu barədə qəti və daha rasional fikirlə, daha rasional formada bu məsələyə açıqlama gətirək, görək əsl mahiyyət nədən ibarətdir. Əvvəla bu mahiyyəti yaradan səbəb Türkiyədə aparılan siyasətdir. Niyə görə Türkiyədə aparılan siyasətdir? Biz elə neçə illərdir bunu necə deyirlər, tənqid etmişik ki, bugün Türkiyədə aparılan siyasət, əvvəla yadda saxlamaq lazımdır, Türkiyədə bir molla var, İsraildə də bir molla var. Onlar öz xalqları üçün, bu günlər vəziyyətləri pisdir, öz xalqları üçün nələrisə çatdırmalıdırlar və xalqlarını nədəsə aldatmalıdırlar. Bu bir. İkinci, məsələn, Türkiyədə iqtisadi vəziyyət o qədər bərbad vəziyyətdədir ki, bu bərbad vəziyyətə düşmüş iqtisadiyyat üçün xalqa bir söz deyə bilmirlər. Xalqa bir söz deyə bilmədikləri üçün də ömürlərini, həyatlarını sərf etdilər insanları İslamla aldatmağa, insanların fikirlərinə, təfəkkürlərinə, duyğularına təsir etmək üçün Qəzza, Fələstin, Həmas, halbuki nə Qəzzanı qutara bildilər, nə Fələstinə bir kömək eləyə bildilər, nə də Həmasın rəhbərlərini qutara bildilər. Ona görə də Həmas, Qəzza və İsrailə nifrət tonunda aparılan siyasətlə öz xalqını iqtisadiyyatdan ayırmaq, iqtisadiyyat haqqında düşünməkdən çəkindirmək və dindar kəsim üçün, Türkiyədə dindar kəsim üçün bu hesablanmışdır. Bu günləri Türkiyədə İranda baş verənlər, İsrail bayrağının yerə atılıb üstünə çıxılmasında, bu da artıq Türkiyədə də biz bunun şahidi oluruq, eynən İran siyasətini yürüdülər. Yəni, bu günləri İsrailin atdığı bu addım, Knessetdə qəbul edilən erməni soyqırımı məsələsi birbaşa Erdoğan siyasətinə qarşıdır. Bu birinci məsələ. İkinci məsələ isə bu günləri bundan istifadə eləyirlər Azərbaycan və yaxud da İsrail və yaxud da Türkiyə münasibətlərini korlamaq üçün. Bugün İran pərəstlər, İrana yaltaqlıq eləyən zümrə düşüb ortaya bax, gördünüz, İsrail belə etdi, elə etdi, filan etdi, bəsməkandır. Əvvəla, əgər sizin şəxsi qeyrətiniz varsa, elə İran qardaşınıza deyədiniz, Xocalı soyqırımını qəbul eləyəcək. Niyə qəbul etmədiniz indiyə qədər? Güya siz müsəlman təəssübü çəkirsiniz. Xeyr. İkinci bir məsələ. 1970-ci illərə qədər Livan İsveçrənin, daha doğrusu Şərqin İsveçrəsi sayılırdı. Amma elə ki, ora Hizbullah gəldi, o Şərqin zibilxanasına çevrildi. Hizbullah ora gəldikdən sonra, məsələn, İran qardaşlarının köməyi ilə də ilk müsəlman və ərəb ölkəsi olan Livan erməni soyqırımını tanıdı. Bax, görürsünüz, sizin qeyrətiniz varmı? Sizin getdiyiniz yerdə zaten bir qeyrət olmaz. Yəni, sizin məsələniz müsəlman məsələsidir. Əgər müsəlmandırsa, belə Türkiyənin qeydinə qalırsınızsa, belə doğrudan da bu hadisəni tarixi ədalətsizlik hesab edirsinizsə, doğrudan da elədir. Onda niyə görə Livanda bunu qəbul etdirdiniz? Məhz 1997-ci ildə məhz elə Hizbullahın orada tüğyan etdiyi vaxtlarda bunu qəbul etdilər. Yəni, bu iki. Üçüncüsə, gələk bunun bir təsir dairəsi nədən ibarətdir? Bayaq dediyim kimi, Livan ilk müsəlman ölkəsidir ki, indi Erdoğan səhərdən axşama qədər ərəblərə çox yaltaqlansa da, amma Livan ilk ərəb respublikasıdır ki, bunu qəbul etdi. Bu günlərdə onun baş naziri atdana Türkiyəyə gəlir. Nə olur ki? Qəbul etdidə nəyi qəbul etdilər? Nə əldə etdilər? Heç nə əldə etmədilər. Əlbəttə, bu siyasi bir təsir vasitəsidir. Eynən İsrail də bunu qəbul edəcək və ondan sonra da bu unudulub gedəcək. Burada ən böyük zərbə Türkiyəyə yox. Mən deyərdim ki, burada ən böyük zərbə elə Ermənistanadır, Paşinyanın apardığı siyasətədir. Paşinyan bu dəqiqə bu məsələlərdən qurtarmaq istəyir, deyir, çəkilin buradan, siz siyasi alver üçün bundan istifadə edirsiniz, amma məni zibilə salırsınız, belə deyək. Paşinyan deyir, məni zibilə salırsınız. Ən çox təsir edən Paşinyanadır, çünki Paşinyanın apardığı artıq illərdir erməni xalqını islah etmə siyasətinə qarşı atılmış addımdır. Üçüncü isə, əlbəttə ki, Azərbaycan da buna etiraz etməlidir. Niyə görə? Çünki əgər Azərbaycan, İsrail, Türkiyə arasında həmişə barışdırıcı rol oynamağa çalışıbca, İsrail onun dostudursa, müttəfiqidirsə, necə ki, Azərbaycan hökuməti İsrailin maraqlarını həmişə güdür və qoruyur və doğrudur, İsrail də hər hansı bir addım atdıqda Azərbaycan xalqını, onun düşüncəsini, onun hökumətini, onun dövlətinin vəziyyətini bilməlidir və ona uyğun olaraq addım atmalıdır. Mən düşünürəm ki, Azərbaycan hökuməti də məhz İsrailə bu barədə, necə deyərlər, bir iradını bildirməlidir, bunu qəbul etməməlidir və bu da mən düşünürəm ki, dövlətlər arası ən yaxşı, ən layiqli bir addım olardı. Biz İsraillə dostuq, müttəfiqik, bizim dünyada dostlarımız, müttəfiqlərimiz çox olmalıdır, amma biz öz dostumuza da, müttəfiqimizə də lazım gəldikdə etirazımızı bildirməliyik ki, onlar da hər hansı bir addım atdıqda öz dostların və müttəfiqlərin düşünmüş olsunlar. Təşəkkür ederim.